Tariyel Şirinli Qarabağ müharibəsi zamanı İmişlidə könüllülərdən təşkil olunan Küdür Qartalları batalyonunun rəhbəri olub. Füzuli və Cəbrayıl bölgəsində gedən döyüşlərdə iştirak edərək sağlamlığını itirib. O bildirir ki, İmişli şəhərin girəcəyində inşa olunan binada mənzil növbəsində olub. Lakin sonralar onun adı bu siyahıdan çıxarılıb. Halbuki hamıdan çox onun mənzilə ehtiyacı var. Çünki kirayədə yaşayır. 2008-ci il hardasa oktyabr idi, ya noyabr ayları idi. İmişli yəni imtiyazlardan istifadə eləmək üçün İmişli İcra Hakimiyyəti təqdim etdim sənədlərimi. Və sonradan da oradan heç bir sərəncam, nə sənəd, nə bir qərar, yəni bir sənəd ala bilmədim, bir bölgə ala bilmədim. Mən mənzil növbəsində varammı? Varamsa, hansı sərəncamın nömrəsi ilə mən mənzil növbəsinə götürülmüşəm. Və götürülmüşəm ki, növbədə neçənciyəm. Qarabağ müharibəsində sağlam canını itirən əlil veteran bu məsələdə qanunun kobud şəkildə pozulduğunu bildirir. O, haqqı olmayanların mənzil növbəsində olduğunu deyir. Əlil veteran bunu sübut edən sənədləri topladığını qeyd etdi. Şəhid ailəsinin 11 nəfərdir, şəhid ailəsi 25 nəfər də anadır. Şəhid qardaşı 2 nəfər. Yəni hələ burada şəhidin oğlu da var. Məsələn, tutaq ki, burada biri var. Mən indi hamısını axtarıb tapa bilmirik. Yəni əlimizdə sənədlər var. Şəhidin oğlu 18 yaşından sonra keçibsə, mənzil növbəsində yəni mənzil ala bilməz. Çatırdırsa da, yəni bunu hardasa başa düşmək olurdu ki, bu sağ. Ombudsman aparatına məktub yazdım və Ombudsman aparatında mənə yazılan məktubda Ombudsman aparat tərəfindən yazılır ki, orada məni başa salıb. Yəni mənə də izah olunur ki, yanındadır. Bəli, mənə belə izah olundu. Əgər pul verməsin, səni mənzil növbəsinə götürməyəcək. Sənə mənzil verməyəcək. Məni bu cür başa salıblar onlar, bu cür izahat veriblər mənə. Yəni məni başqa türlü, əgər elə versə, mən mənzil verəm. Yəni deyirlər ki, texniki səhv kimi düşməyib mənə. Ədalətin bərqərar olması ümidi ilə Kənan Şahbələngov, Azərlayev saytı, İmişli.